Sabahınız xeyir qardaşlar. Bir dərdim var, istəyirəm bölüşüm, hamı da görsün. Bax, poliklinikadır, 22 sayılı şəhər birləşmiş xəstəxanasıdır Kənd Əhməddə. Bax, mənim də evim oradadır. Evdən çıxdım, ailəm dəydi bir-birinə. Maşının çirik olmağını qoydum qırağa. Gələ. Yola bax bir dənə. Bax, yol gedirik. Qardaş, Kənd Əhməddidir. Hamı elə bilir ki, Kənd Əhməddini düzəldiblər. Bax, məscidin yanında maşın var. Gedirəm onun yanına. Belə pısmasını o maşına minib gedəcəm. Gör mən necə gedirəm. Poliklinikadan xahiş elib Bakı almışam. Buna bax bir tane. Vəziyyətdir bu. Buna bax, buna bax. Gedirik. Bax, çatdıq bu kəsişməyə. Sağda məsciddir. Sola isə məktəb yolu gedir. Məktəb yoluna heç mən girib çıxamayacağam. Ora bax bir dənə. 4-5 ay deyə belədir. Uşaqlar ona məktəbə gedir. O traktor orada yalandan durub. Yəni 1-2 ayda orada durub, ortalıqda bir şey yoxdur. Yollar 5-6 ayda bu vəziyyətdədir. Güya bu yolu düzəldiblər belə pısmasın. O yolda ki, yəni bax bir dənə bu yoldur. Bax bir dənə bax buradan metronun üstünə qalxır. Sənə deyim bu yol 4-5 ay düzəlib yol ucu bax belə qarmoşqadır. Yol ucu vəziyyəti yaxşı deyil. Yəni xahiş edirəm bu yolları düzəldin. Yəni burada insanlar yaşayır, uşaqlar yaşayır, məktəbə gedib gəlir, əziyyət çəkirik. Belə gəzmək olmaz, maşın yumaq olmur. Allah müraciətimi yəqin düz başa düşərsiniz. Yəni sadəcə xahiş edirəm.